Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bu gün mən sizinlə 2-ci sinif Azərbaycan dili 1-ci hissə səhifə 56-nı bir yerdə işləyəcəyik. Uşaqlar, başlamamışdan qabaq demək istəyirəm ki, mən artıq davamlı olaraq canlılar açıram. İnşallah ayın 10-u saat 1-də yenə riyaziyyatdan canlılar açacağam. 1-ci, 2-ci, 3-cü, 4-cü siniflər qoşulub canlıda iştirak edib biliklərini daha da möhkəmləndirə bilərlər. İndi isə uşaqlar gəlin qayıdaq videoya. Ümumiləşdirici təkrara baxaq. 6A tapşırığında bizə nə deyir? Hərflərin əlifbadakı sıra nömrəsindən istifadə edərək sözləri oxuyun, bölmənin hansı fəslə aid olduğunu müəyyən edin. Uşaqlar, yadınızda saxlayın. Siz əlifbanı ardıcıl bilməlisiniz ki, artıq biləsiniz ki, 27-ci hərf nədir? 27-ci hərf T olduğu üçün, 7-ci hərf isə Ə olduğu üçün bu olacaq. Digərlərdə mən yazıram hazır, təsvir sözü alınacaq. Görək bəs yaxşı, altdakı söz nədir? Uşaqlar, altdakı söz isə açıqlıqda yazım görəsiniz, məktəb sözüdür. Və ən axırıncı söz isə paralimpiya sözüdür. Həqiqətən də siz kitabdan nömrə ilə baxsaq, əlifba sırasına görəcəksiniz ki, bu sözlər alındı. İndi isə gəlin birləşdirək. Təsvir sözünü hansı bölməyə aid idi uşaqlar? Təsvir aid idi hiss və emosiyalara, düzdürmü? Məktəb hansına aid idi? Məktəb aid idi gün rejiminə, yadınızdadır. Fidan gün rejimi qururdu, nəyi necə eləsin, ki, gecikməsin. Bu gün rejimində idi. İdman isə hansı bölməyə aid idi? Paralimpiyada isə idman bölməsindən aid idi paralimpiya sözü. İndi isə gəlin keçək tapşırıq B-yə. Görək B-də bizdən nə istəyir? Tapmacaları oxuyun, açmasını təxmin edin, əlamət bildirən hansı sözlər cavabları tapmaqda sizə kömək oldu. Gəlin baxaq birinci tapmacaya görə birinci tapmacanın cavabı nədir? Yumru təkər əllərdə gəzər. Bu nə olacaq uşaqlar? Elə üstünə yazıram. C bəndi olacaq, düzdürmü? Yəni nə? Qaval. İkinciyə baxaq. Üstü yaşıl məxmərdir, içi şirin şəkərdir. Bu nə olacaq? Bu da Ç bəndi olacaq, düzdürmü? Qarpız. Getdi 3-ə, yer altında sarı biz. Və biz anladıq ki, söhbət kökdən gedir. A bəndi və 4-cü, sonuncu fındıq taniri yumurtadan balaca, götürəcəyik B bəndi qozu. İndi bizə cədvəl verib, nə istəyir bizdən? Deyir, seçdiyiniz əlamət bildirən sözləri cədvəldə qruplaşdırın. Gəlin, indi baxaq görək, hansı sözləri seçmişdik. Birinci ilə şeirdən bəllidir də, yumru təkər əllərdə gəzər. Yumru sözü nədir uşaqlar? Formadır da, düzdürmü? Ona görə yumru. Forma yerinə yazıram yumru. İkinci tapşırığa baxaq. Tapmacaya daha doğrusu. Yaşıl, bir də şirin sözləri var, düzdürmü? Yaşıl nədir? Rəngdir də. Ona görə də rəngi yaşıl yazıram. Dad bildirən şirindir, acıdır. Ona görə də şirini dad bildirən yerə yazıram. Növbətiyə baxaq. Yenə sarı, sarı. Yer altında sarı biz. Sarını gətirib yazacağım rəng olan yerə. Yenə sarı. Daha sonra uşaqlar baxaq. Fındıqdan iri, yumurtadan balaca. İri ilə balaca nədir uşaqlar? Ölçüdür də, düzdür? Ona görə də iri ilə balacanı yazacağım ölçü tərəfə. Və beləcə mənim cədvəlim tamamlandı. İndi isə keçək növbəti tapşırığa uşaqlar. İndi gəlin mən bunu sileyim. Yer açılsın. Aha. Cümlələri oxuyun, nümunəyə uyğun cədvəli qurun. Cümlələrin nömrələrini cədvələ uyğun bölmələrə yazın. Gəlin baxaq görək, faktı münasibətdir. Uşaqlar, sizə belə bir qısa bir şey deyim. Mən deyirəm ki, Azərbaycanın paytaxtı Bakı şəhəridir. Bu nədir uşaqlar? Faktı münasibətdir. Əlbəttə ki, faktı da, faktı deyirəm. Bir də var deyirəm ki, ən gözəl gəzməli yerlərdən biri də Azərbaycandır. Bu zaman isə mən artıq münasibət bildirirəm. Və yaxud da deyirəm, ən gözəl mənzərəli yerlərdən biri də tutağım ki, Qəbələdir, İsmayılıdır. Mən özümdən bir rayon, Azərbaycan rayonlarının adını birini çəkirəm. Mən bu zaman münasibət bildirirəm. Çünki mənə görə ola bilsin ki, İsmayılı yaxşıdır, gözəldir. Sənə görə ola bilsin Qəbələ gözəldir. Düzdürmü? Fakt deyil. Demək ki, nə yəni ki, qəbul olunmuş qaydadırsa bu faktdır. Yox, ancaq bəzi hallar olur ki, münasibət bildiririk. Düzdürmü? Faktla münasibəti bir-birinə qatmayın. Getdik C bəndinə. Hiss və emosiyalara uyğun üzümüzün ifadəsi dəyişir. Bu faktdır da, düzdür, biz əsəbləşəndə üzümüzdə nə olur? Əsəb yağır. Güləndə, sevinəndə nə olur? Şadlıq tökülür üzümüzdən, şirinlik tökülür, gözəllik tökülür üzümüzdən, düzdürmü? Baxan bilir ki, sevinirik. Bu faktdır da, ona görə də kitabda gətirib birinci cümləni fakta yazıb. İkinci cümləyə baxaq. İşlərimi planlaşdırmayanda narahat oluram. Bu mənim fikrimdir. Düzdür? Ona görə də münasibət götürürəm. Mən deyirəm ki, işlərimi planlaşdırmayanda narahat oluram. Bəlkə sən deyəcəksən ki, yox, mən plan tutmuram, hər şeyimi də çatdırıram. Düzdürmü? Ona görə də bunu münasibət götürürəm. Deməli, 2 nədir? Münasibət.
Getdik 3-ə. Hippo nədən qorxurdu? Bunu yəni biz nağılı oxuyanda bildik ki, hippo iynədən qorxurdu. Bu hipponun fikri deyil ki, onun haqqında münasibət bildiriblər ki, hippo iynədən qorxurdu, düzdür? Ona görə bu da münasibətdir və deməli münasibət yerinə onu da yazacağam ki, hippo iynədən qorxurdu. Daha sonra gəlin mən bura deməli sizə rahat olsun deyə istəyirsiniz yazın. Birinci faktı, ikinci münasibətdir, üçüncü yenə münasibətdir, dördə baxaq. Qələbə qazanacağına inanıram. Yenə münasibətdir. Kimisə yola salırıq yarışa və nə deyirik qapıdan çıxanda? Deyirik uğur sənin olsun. Qələbə qazanacağına inanıram. Münasibətini bildirirsən, düzdürmü? Ona görə də idman bölməsinə yenə münasibətə yazırıq 4. Çünki münasibət bildirdik. Bax 5-ə. İlk Olimpiya oyunları Yunanistanda keçirilib. Əlbəttə ki, bu faktdır. Kitabda, yəni tarix kitabında olsun, və yaxud da məlumat olsun, Wikipediyada və yaxud da yığsaz, bəli, çıxacaq ki, ilk Olimpiya oyunları Yunanistanda keçirilib. Ona görə də fakt olduğu üçün 5-i yazırıq bura, idman bölməsinə. İndi baxaq, asudə vaxt zəruri işlər yerinə yetiriləndən sonra qalan boş vaxtdır. Bəli, asudə vaxt nə deməkdir? Asudə sözünün mənası boş vaxt deməkdir. Uşaq məktəbdən gəlir, dərslərini eləyir, daha sonra səhərə məktəb çantasını yığır, daha sonra onun qalır asudə vaxtı. Düzdür, yeməyini yeyir, qalır asudə boş vaxt. O istədiyi həmin asudə vaxtda gəzintiyə də çıxa bilər, gəzə də bilər, kitabda oxuya bilər, uzanıb musiqi dinləyə də bilər, televizorda baxa bilər, oyuncaqlarla da oynaya bilər. Bu artıq asudə vaxtı, faktdır. Ona görə də burada yazırıq gün rejimi bölməsinə, altını yazırıq ki, çünki altı nədir? Uşaqlar, faktdır. Və eləcə də ilk Olimpiya oyunlarda, burada qeyd edeyim, faktdır. Tamam mı uşaqlar? Faktla münasibəti bir-birinə qatmayın. Yadınıza saxlayın, fakt qaydadır. Münasibət isə sizin fikrinizdir. Mən məsələn deyirəm ki, mən Lalə gülünü çox sevirəm. Mənim münasibətimdir. Sən deyəcəksən ki, mən qızıl gülü çox sevirəm. Amma Lalə, qızıl gül, Yasəmən bunlar gül adlarıdır. Bu artıq faktdır. Qaydadır, bəli, gül adlarıdır. Tamam mı uşaqlar? Videonu bəyənməyi, kaydələməyi, kanala abunə olmağı unutmayın. Hələlik.